Diqqət, Rusiyaya getmək istəyənlərin nəzərinə. Gələn ayın sonundan etibarən bu ölkəyə getmək o qədər də asan olmayacaq. Rusiyaya səfər etmək istəyənlər xüsusi QR kod almalı olacaqlar və bu səbəbdən 72 saat əvvəl gərək Rusiya tərəfini məlumatlandırarsan. QR kod almağın çətinliyi bir qırağa, o kod hələ giriş icazənin olduğu mənasına da gəlmir, əziz tamaşaçılar. Rusiya sərhədçisinin, belə deyək, xoşuna gəlməsəniz, ən yaxşı halda sərhəddən geri qaytarılacaqsınız. Və ən pis halı isə əlbəttə ki, demək çətindir. Bunu Rusiyaya gedənlər öz dərisində mütləq və mütləq hiss edirlər. Bu qaydalar Rusiyaya vizasız gələn bütün xarici ölkə vətəndaşlarına aiddir, o cümlədən Azərbaycanlılara da. Lakin Azərbaycanlıların Rusiyaya iş arxasınca getdiyini nəzərə alsaq, yeni qaydalar ən çox soydaşlarımıza mənfi təsir edəcək. Yəni, ekspertlər hesab edirlər ki, bu qərar Rusiyanın özünə də ciddi ziyan vuracaq, amma bizi xüsusilə özümüz maraqlandırırıq və statistikaya görə Azərbaycanlıların turist kimi ən çox üz tutduğu ölkələr sırasında Rusiya ikinci yerdə qərarlaşır. Bu ilin ilk 3 ayı ərzində Rusiyaya gedən Azərbaycanlıların sayı 171.961 nəfər olub. Onların sırasına işləmək üçün gedənləri də əlavə etsək, bu rəqəm əlbəttə ki, artır və iyun ayından bu insanların hər birini sürprizlər gözləyir. Əlbəttə ki, xoş olmayan sürprizlər.